Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi bu gün 14 iyul tarixində ibtidai sinif müəllimləri üçün MİQ imtahanı keçirildi. İmtahanda uğur qazanan bütün müdavimlərimizi təbrik edirəm. Yetəyə qədər 90+, 80+ nəticələr var. Hələ oxunmamış 100-dən mesaj var. Hər bir nəticə paylaşılacaq. Yüksək bal yığan müəllimləri təbrik edirəm. Bal aşağı olan müəllimlər qətiyyən üzülməsin. Hər dəfə dediyim məsələni yenə təkrar edirəm. Ballar sizin dəyərinizi ölçmür, dəyərli müəllimlər. Sadəcə müəllimlərin biri yaxşı hazırlaşır, biri baş verən müəyyən problemlərdən dolayı yaxşı hazırlaşa bilmir, biri həyəcanlı olur, biri riyaziyyatı yaxşı yazır, biri Azərbaycan dilini yaxşı yazır, biri kurikulumu. Amma son əvvəlki illərdə olduğu üçün bugünkü imtahanda da müdavimlərimizin əksəriyyəti deməli ixtisas 100%, 99% kurikulum balımızı apardı. Kurikulum zəif yazdıq. Məsələn, yazır 20 düz riyaziyyat, 13 düz kurikulum. Bu kurikulum bəlasını mən ta əvvəllərdən MİQ-dən məntiqi çıxardanda demişəm. Yenə də ümidliyik ki, bununla bağlı vəziyyət düzələcək. Və imtahandan müdavimlərin yadda qalan suallar və hər bir sual rəsmi imtahan sualıdır. Ola bilər bəzilərində məsələn 12-nin yerinə 13 olsun, amma sualın formatı, quruluşu müdavimin imtahandan dediyi sualdır. Yəni tam imtahanda bunlar istifadə olunub. Özünüz onsuz da sualları işləyəndə görəcəksiniz. Birinci sualımız fəza fiqurlarla bağlıdır. Düzbucaqlı paralelepipedin oturacağının sahəsi 12 kvadrat metr, hündürlüyü 5 metr olarsa paralelepipedin həcmini tapın. Bu bəzi keçənki imtahanlarda bizə kuboid kimi verilmişdi. İndi olub düzbucaqlı paralelepiped eyni addır. İzahda, mövzu izahlarında bunu xüsusi olaraq deyirəm ki, hər iki adı deyə bilərik. Düzbucaqlı paralelepipedi çəkək. Fəza fiqurudur. Düzbucaqlı paralelepipedin həcm düsturu, dəyərli müəllimlər, belədir. Tilləri bir-birindən fərqlidir. Həcmi V bərabərdir, A vurulsun, B vurulsun, C-dir. Amma indi burada bizə bir dənə tili verib, bir də oturacağın sahəsini verib. Yəni oturacağın sahəsi də nədir? A vurulsun, B. Yəni burada A və B-nin ayrılıqda nə olması bizə maraqlı deyil. 3-4 ola bilər, 2-6 ola bilər. Sahəni verib 12. Deməli 12-ni, yəni AB-nin yerinə 12 yazacaqsan, hündürlükdə C-dir. Vurulsun 5-ə. 12-ni də 5-ə vuranda 60 kub metr eləyəcək. Çünki kvadrat və burada uzunluq bir-birinə vuranda həzm eləyir. Doğru cavab C variantı kifayət qədər uyğun normal sual idi. Növbəti belə bir sualımız var idi. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 6 sm-dir. Bəlkə də həndəsədə ən çox istifadə etdiyimiz suallar bu mövzudandır. Kvadratın daxilinə çevrə çəkmişiksə, dəyərli müəllimlər, bilməli olduğumuz ən vacib məsələ budur ki, bu çevrənin radiusu 6-dırsa, tərəf bərabərdir. Bunun 2 misli, yəni 12 sm eləyir. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusunun 2 misli kvadratın tərəfinə bərabərdir. Onda kvadratın tərəfi 12-dir. Və kvadratın iki tərəfi üzərində qurulmuş üçbucaqlar bərabər tərəflidirsə, bərabər tərəfli üçbucaqlar bütün tərəfləri bərabər olan üçbucaqlardır. Bura 12-dirsə, burada 12 olacaq, burada 12. Burada 12, burada 12, burada 12, burada 12. İndi bizdən alınan fiqurun perimetrini soruşur. Alınan fiqur budur. Baxın, dəyərli müəllimlər. Biz yəni bunu tapacağıq. Belə bir formada elə bil ki, bax bu fiqur. Bu ortadakı xətlər bizə lazım deyil. Onda hansı 12-ləri toplayacaq? Buradakı 12, bu 2-dən 12, 3-dən 12, 4-dən 12, 5-dən 12, 6-dən 12. 6 vurulsun 12 bərabəri 72 sm. Doğru cavab C variantı. Növbəti kater məsələsi. Bəzi şeyi biz izahda 100% sizə əminliklə deyirik. Mən sizə demirəm ki, bu sualı öyrənin, siz imtahanda o sual düşəcək. Amma mən sizə deyirəm ki, bu izaha baxın, imtahanda siz bunu 100% yazacaqsınız. Hansı ki 30 dəqiqəyə kater məsələlərini öyrənə izahımız bu tiplidir. Kater 3 saat axın ilə 51 km yol gedir. Nə edəcək burada? 51-i böləcəksən 3-ə bərabər eləyir 17 km bölünsün saat. Bu axın ilə olan sürətdir. Biz də bilirik ki, kater məsələsində çayın istiqaməti budursa, bunun üzərində kater hərəkət eləyirsə, axın ilə olanda kater üstə gələk çay bərabər 17. Çayın sürəti də mənə burada verilib 2. Kater üstə gələk 2 bərabər 17. Kateri tapacaq 15. Katerin sürətini 15 tapdıq. Kater 2 saat axına qarşı neçə kilometr yol gedir? 2 vurulsun, katerin sürəti 15-dir. 15-dən 2-ni çıxıram. 2-ni də 13-ə vuranda elədi 26 kilometr. Doğru cavab D variantı. Növbəti sualımız 2 ədədin fərqi 134-dür.
Böyük ədədi kiçik ədədə, böyük ədədi kiçik ədədə böldükdə də burada olsun kiçik ədədə. Aha. Böyük ədədi kiçik ədədə böldükdə natamam qismətdə 7 qalıqda 2 alınır. Bu ədədlərin cəminin rəqəmləri hasilini tapın. Bunu bir neçə üsulla yazmaq olar. Sistem tənliklə yazmaq olar. Sonra bir dəyişənli tənliklə həll yazmaq olur və digər qayda. Birinci ən rahat qaydamız. Böyük ədədimiz, burada kiçik ədədimiz. Tənlik qurmaqla məsələ həllərində dəfələrlə vurğulamışam ki, fərq verilibsə, bir ədəd digər ədəddən fərq qədər böyükdür. O zaman bizim kiçik ədədimiz x isə böyük ədədimiz x üstəgələ 134. Həqiqətən də x üstəgələ 134-dən x çıxanda 134 qalır. İndi böyük ədədi, yəni x üstəgələ 134-ü kiçik ədədə bölsək, yəni x-ə bölsək, natamam qismətdə 7, qalıqda 2 alınır. Bu ədədlərin cəmli rəqəmləri cəm tapın. Qalıqlı bölmənin qaydasına əsasən bölünən, bölən natamam qismət qalıq. X üstəgələ 134 bərabərdir. X vurulsun 7, yəni 7 vurulsun x üstəgələ 2. Buradan bu tərəfə keçir, 2 bu bir tərəfə keçir. 132 bərabərdir 6x-ə, x-ə bərabər 22. Bizim böyük ədədimiz 134 üzərinə gələ 22 eləyəcək 156. Kiçik ədədimiz də 22-dir. Sadəcə burada sonunda biraz işlərimiz uzadırlar. Cəminin rəqəmləri hasili. Əksər müəllim burada rəqəmin hasilini tapmayıb. 8, 178. 178-in də 1 vur, 7 vur, 8 rəqəmləri hasili 56 eləyir. İndi dediniz müəllim, digər üsulumuz var idi. Digər üsullar hansılardır? Digər üsulları belə yaza bilərik. Baxın, bizə deyir ki, böyük ədədə kiçik ədədə böldükdə natamam qismətdə 5 qalıqda 7, natamam qismətdə 7 qalıqda 2 alınır. Onda bizim bu ədədimiz x-dir. Böyük ədədimiz 7x üstəgələ 2-dir. 7x-i buna böləndə həqiqətən də x qalır. 7 qalır, burada da 2 alınır. Belə də yaza bilərik. Sonra x, y məntiqindən də gedə bilərik. X çıxılsın y bərabərdir 134. Sonra x bölünsün y, burada 7, burada 2 qalırsa, x bərabər 7 y üstəgəl 2 də yaza bilərik. Bax, bu 2 dənə digər üsulu da yoxlaya bilərsiniz. Növbəti sualımız, 5-ci sualımız ədəd orta ilə bağlı maraqlı sadə bir sualdır. Briqadada 8 usta 6 fəhlə işləyir. Fəhlələrin aylıq maaşı 300 AZN-dir. Neçə fəhlə işləyir? 6 fəhlə. 6 vurulsun 350 bərabərdir. Eləyəcək 2100 manat. İndi işçilərin hamısının maaşlarının ədəd ortası 470-dir. Bilirik ki, ədəd ortanı saya vuranda ümumi cəmi verir. Bizdə cəmi neçə işçi var? 8 usta 6 fəhlə. 14 işçini vururam 470-ə. 14-ü 470-ə vuranda 6580. Və bu 6580 ümumidir. İndi bu 6580-dən fəhlələrin maaşını çıxsaq, ustaların maaşını taparıqmı? Bəli, 4480. Ustanın aylıq əmək haqqı nə qədərdir? 8 nəfər ustamız var. 4480-i də bölürəm 8-ə, bərabər eləyir 560. Doğru cavab elədir D variantı. 6-cı sualımız. 2A üstəgəl 29 ifadəsi kör bucaq olarsa, A-nın ala biləcəyi maksimum ədəd neçədir? Burada maksimum ədəd dediyinə görə biz də kör bucağımızda maksimum götürəcəyik. Kör bucağımız bilirik ki, 0-dan böyük, 90-dan böyük, daha doğrusu 90-dan böyük 180-dən kiçik olan bucaqdır. Ən böyük kör bucağımız 179 dərəcədir. Ona görə mən 2A üstəgəl 29 ifadəsini bərabər eləyəcəm 179 dərəcəyə. 2 bərabərdir 150, A da bərabər 75 dərəcə. Doğru cavab elədi D variantı. Növbəti 7-ci sual. Bu sualda biraz müəllimlər diqqətsizlik ediblər. Aralarındakı məsafə 1000 metr olan minik və yük maşını ilə anda əks istiqamətdə hərəkətə başladılar. Baxın müəllimlər, cavablarda kilometr saat, məndən kilometrdən soruşursa, bu 1000 metri də mən kilometrə çevirəcəm. Tutaq ki, burada 1 kilometr bizim məsafəmiz var. Demişəm ki, sürət məsələsini mütləq vizual olaraq təsvir eləməyə çalışın. Burada olsun minik maşını, burada olsun yük maşını. Minik maşının sürəti 120 kilometrdir. Yük maşının sürəti isə bunun 8-də 3-ünə bərabərdir. 120-nin 8-də 3-ü, 120-ni 8-ə bölürük. 15, 15-i 3-ə vurur, 45 kilometr bölünsün saat. 120 kilometr saat, burada 45 kilometr bölünsün saat. İndi onlar 1 saat yol getdikdən sonra əks istiqamətlidir. Əks istiqamətdə bilir ki, sürətlər toplanır.
1 vurulsun 120 üstəcələk 45. 120'nin üzərinə 45 gəlirik 165. Birə də vuranda 165 kilometr. Bu birinci proses. Sonra yük maşının sürətini 60% artırır. Yük maşının sürəti 45'dir. 45'i gəlin 60% artırıq. 45'in 60%'ni tapıb 45'in üzərinə gələ bilərik və ya birbaşa 45'in 160%'ni tapa bilərik. 45 5'e 9, 100 5'e 20, 20 20'ye 1, 60 20'ye 3. 9 dəfədə 3 27 nə? 27 kilometr bölünsün saat. Artırdıq dediyinə görə 45'in üzərinə 27 gələndə olacaq nə qədər? 72 kilometr bölünsün saat. Əla. Deməli, növbəti dəfə 2 saat yol davam edəcəklər. 2 vurulsun. Mini maşının sürəti dəyişmir. 120. Yük maşının sürəti isə 72'dir. 120 ilə 72'ni toplayanda 192. 192'ni 2'yə vuranda 384 kilometr. Ən sonda bizə deyir ki, 2 maşın arasındakı məsafə. Deməli, dəyərli müəllimlər, 165 üstəgələk 384, ortadakı 1 kilometrimizi unutmuruq, eləyə biləcəyiniz ən böyük səhvlərdən biridir. 4 1 5 9 0 yaza 1 yadda, 14 1 də yadda 15, 4 1 də yadda 5. 550 kilometr doğru cavab Y variantı. Gözəl, maraqlı bir sual idi. Bu bizim işlədiyimiz sürət məsələlərinin yanında həqiqətən də səviyyə baxımından baxsaq 1 və 10-cu səviyyə arasındadır. Növbəti tutumu 9000 litr tutan çənə bir boru dəqiqədə 30 litr su doldurur. Digər boru isə 15 litr su boşaldır. 30 litrdən biri doldurur, biri boşaldır. 30-dan 15'e çıxırsan 15 litr. 1 dəqiqədə hovuza axan sudur. İndi 9000'dir. 9000'i bölürəm 15'e. Görək 9000 litr 15 litrdə neçə dəqiqədə olacaq? 9000 15'e böləndə elədi 600 dəqiqə. Amma bizə deyir neçə saat? Bilirik ki, dəqiqədən də saata keçmək üçün 60'a bölürük. Məsələn, 60 dəqiqəmiz 1 saatda 60 böl 60. Ona görə 6000'i də bölürəm 60'a. Bərabər sıfırlar gedir. 66'ya böləndə elədi 10 saat. Doğru cavab A variantı. 9-cu sualımız yuvarlaqlaşdırma. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən böyük və ən kiçik ədədin cəmi tap. Cəm düsturu vur 2 çıx 1'dir müəllimlər. 80 vurulsun 2 çıx 1. 160 üzərinə gəldik 159. Və ya başqa qayda var. Məsələn, ən böyük deyəndə biz onluğa qədər üzərinə 4 gəlirik. Ən kiçik deyəndə 5 çıxırıq. Yenə də 84 eləyər, 75 eləyər, 959. Bu qədər dəyərli müəllimlər, sizlər üçün operativ və isti-isti sualları izahını təqdim elədim. Sualların səviyyə baxımından desək, səmimi deyim, 2025 suallarından bir səviyyə üstü, çünki məsələn buradakı sürət məsələsi 2025-dən, buradakı bu kör-bucaq məsələsi, sonra amma bu MiG 2026 2022-dən, 23-dən, 24-dən asandır. 25-dən bir kiçik səviyyə deyərdim ki, yuxarıdır. Bu qədər dəyərli müəllim, ümumi kifayət qədər normal imtahan olub, yəni riyaziyyat adına danışıram, amma bu kurikulum bəlası hər dəfə bizləri biraz məyus eləyir. Ruhdan düşməyin müəllimlər, ballar sizin dəyərinizi göstərmir. Bu riyazi dilində desək aksiomadır. Sadəcə çalışıb daha yaxşı o balınızı daha da yüksəyə qaldırmaq ümidi ilə. Hər birinizə uğurlar arzulayıram dəyərli müəllimlər, hər birinizi təbrik edirəm. Növbəti izahlarımızda görüşərik. Hələlik.